Bu bizim ilk xaricə səfərimizdir. 35 manat adam biri. 35 manat. 35 manat olmalı değil axı. 35 manatdır. 35 manat ola bilməz. Temperatur var. Bu niyə fırlanmır? 3 dəfə basmalısan. Futbol var. Dostlarımızla gedib baxmalıyıq. Əgər imkan olsa, şərait olsa təbii ki. Alman dostlarımız var. Allah belanızı versin. Ayda da kırmızıdır. Bu da Alman. Türk abiler buradadır. İki devlet tek millet. Bu qaqaşa nə uzadırsan atqaz yoxdur. Hər şeyə götürür. Nə yemək yeyirsən, yeyənlə yeyir. Sənlə itir. Zat eləyənlə də zat eləyir. Yeah, my brother. I love you, brother. Avstriya, Macaristan dövründə tikilən binalar olan bölməsindəyik dostlar. Burada maraqlıdır. Həqiqətən bu hissəyə baxanda özünü Avropada hiss edirsən, digər Osmanlı tərəfə baxanda isə özünü ayrı bir tarixi yerdə görmüş olursan. Maraqlıdır ki, Avropada ilk elektrikli tramvay xətlərindən biri məsələ Sarayevada sınaqdan keçirilib. Bu ərazi Qərbin Qüdsü adlanır. Səbəbi də mədəniyyətlər və dinlərin qovuşduğu yerdir. Burada həm xristianlar, katoliklər, pravoslavlar, həm müsəlmanlar çox rahat və gözəl şəkildə yaşaya bilirlər. Necə ki, Azərbaycanda da belədir. Multikultural və tolerant ölkədir. Burada pirsingə, tatoya həddindən artıq çox önəm verirlər. Yəni, mən demək olar ki, gördüyüm Bosniyalıların çoxusu tatoludur və yaxud da pirsinglidir. Burada forma alırlar dünya çempionatı ilə bağlı. Çox insanlar var, korasanlar falan, müxtəlif qiymətlərdədir hər biri. Nədənsə, sanki burada həmin digər tərəflə, Osmanlı tərəfdən arada bir fərqi var şəriət. Bilsən nə fərqdir? Orada başı bağlı insanlar, din, ayrı cür, başqa bir aləm idi elə bir. O tərəf tarixi başqa bir yerdə idin sanki. Həqiqətən tam başqa bir yerdir. İndi isə burada, yəni yanlış anlaşılmasın sadəcə, açıq-saçıq geyimlər, tatolu, pirsingli insanlar, ayrı bir Avropa tərzi geyimlər. Hiss edirəm ki, daha çox Türkiyə meyillidir. Elə bir Türklərə yaxın bir yerdir elə bir. Türklər də çoxdur. Danışıqlarından görürsən ki, Türklər daha çox danışırlar orada. Bu tərəf təmiz, yəni doğrudan yəni çox belə fərqli bir şeydir. Canlı musiqi. Bosniyada gəlmişik kefsin qiymətlərinə baxaq. Basket kombo, kola ilə bir yerdə 16 manat 95 qəpik. Burada qiymətlər bizim manatla eynidir. Yəni neçə görürsə, həmin qiymətli manatla da eynidir. 35 manatdır. Bizdə hardasa 25 manat elə 32 manatdır. Təxmini demək olar yaxında da baha deyil. Misal üçün, nələr eynidir, nələr eyni deyil? Bir dənə Sprite aldıq, 2 litr Sprite-a 3 manat neçə qədər pul verdik bizim pulla. Sprite bahadır. Yeməklərin qiyməti elə yer var ki, biz ilə eynidir. Amma içkilər konkret olaraq bahadır. Kolanın özü bayaq dedim də 4 manata koladır, yarım litrlik kola 4 manatdır. Yəni, halbuki bizdə 1 manatdır həmin kola. Sən nə ucuzdur bəs? Ucuz olan dediyim kimi yeməklərdir, paltarlar da deyəsən baxmışdıq. Onlar da eyni qiymət olmalıdır. Bax, buralıq həqiqətən də Avropaya oxşayır. Ərazi olaraq Avropaya oxşayır. Belə maraqlı parkları var. Mənə elə gəlir ki, bunlar məzarlardır. Çox geniş park var. Çox maraqlıdır. Bura niyə belə açıqdır? Yəni, nəcə burada hər hansı bir qoruma yoxdur? Bu parkın maraqlı tərəfi oldu ki, bu məzarlıqlar insanları narahat eləmir. Uşaqlara deyirəm ki, bir məzarlıqda niyə gəlib oturasan və burada bəzi cütlüklər var. Yəni, onlar burada sevişən var, qucaqlaşan var. Yəni, normal olaraq da. İndi bu parka gəlib bu şəkildə nə məzarların yanında qucaqlaşmaq mı deyim, ya bilməm, mənə qəribə gəlir. Bəlkə də bunların mədəniyyətində, kültüründə bu şey adidir, adi qarşılanır. Amma mənə çatmadı açığı. Nə yalan deyim. Məzar olan yerdə bu şəkildə oturmaq və yaxud da başqa bir şey etmək
Osmanlı hakimiyyəti dövründə bura şəhərin ən böyük qəbirstanlıqlarından biri olub. Çekretsini qəbirstanlığı adlanıb. Bu gün də parkın görürsüz də yaşıl otların arasında həmin o qədim baş daşları var. Aşağıda fərqli cür qəbirlər var. Bəs onlar nədir? Deməli 1992-1996-cı illərdə mühasirədə olub bu ərazilər və həmin mühasirədə mülki şəxslərin, əsgərlərin məzarlarını elə deyiblər ki, gəlin burada dəfn edək. Müharibə dövründə şəhər atəş altında olduğu və rəsmi qəbirstanlıqlara getmək təhlükəli sayıldığı üçün şəhər mərkəzində bu parkı məcburi dəfn yerinə çeviriblər. Böyük parkın bir hissəsidir. Bax görürsüz həmin hissəni. Oradan tam digər tərəfində börək yeri var. İndi gedək börəkləri həm qiymətinə baxaq, həm də dadına baxaq. İçində qarşı Pendirli, ıspanak pendiri. da ıspanaqlı. Deməli, Tosa çay gəldi, börəklər gəldi, pendirliyin dadına baxdıq. Pendirli əla. Əsgərlikdəki çay niyə gəlir bunlar? Diqqət bəli. Qalx. Türk çayı da yerim. 10 üzərindən, pendirliyə 10 üzərindən 10 vermək olar. mən də 10 üzərindən 9 verdim. Ispanaqlıya 8, qaldı ətli, bir dənə də ətli yeyək. Ətliyə mən 5 deyərdim. 10 üzərindən 5. Kafe açmışıq, oradan yardan buradadır. Yeni kafe açmışıq, oradan gəlirsən, buradan və girəysən, dünyada nə istəsən var. Dostlar, deməli bura bunların hardasa belə barlar məkanı, barlar sokağı, barlar küçəsi. İndi bugün futbola görə hamı küçədədir, hamı əylənir, hamı içir, hamı qələbə üçün belə deyək, dua eləyir. Latın körpüsü, tarixi Latın körpüsü çox maraqlı bir yerdir, çox əhəmiyyətli bir yerdir. Buradan da belə bir mənzərə çıxır dostlar. Siz Latın körpüsünü görürsünüz. Bu körpünün ətrafında dayandığım yer Birinci Dünya Müharibəsinin başlamasına səbəb olan yerdir. Bəs necə başlayıb bu barədə danışaq. 28 iyun 1914-cü ildə Avstriya Macaristan vəliəhdi Ferdinand və xanım Sofiya gəlirlər bu əraziyə. Elə bir ki, o dönəmlərdə baş verən hadisələri yaxından izləmək istəyirlər. Həmin vaxtda onlar küçəyə çıxanda müxtəlif şəkillər qoyulub bura. Küçəyə çıxan vaxtı bir Gavrilo Princip adında Serb milliyyətçi tam bu küçənin ətrafında onları güllələməyə başlayır və hər ikisi burada dünyasını dəyişir. Həmin onları öldürən şəxsin ayaq izləri məhz bura həkk olunub, Gavrilo Principin ayaq izləri kimi belə tarixi bir əhəmiyyət kəsb edir. Bu da Birinci Dünya Müharibəsinin başlamasına səbəb olan hadisədir. Latın körpüsünə gələndə mütləq burada bir park var. Həmin parkı görəcəksiniz, At Meydanı adlanır. Çox maraqlı bir tarix var, onun haqqında da məlumat verim. Deməli, tarixi 15-ci əsrlərə Sarayevanın quruluş tarixlərinə, Osmanlı dönəminə gedir çıxır. Osmanlı dönəmində həmin bu ərazi, bu park at yarışlarının keçirildiyi yer kimi istifadə olunurdu və ona görə bura At Meydanı adını almışdı. At bazarı idi, yəni atların satışı, yarışları bu ərazilərdə həyata keçirilirdi. Osmanlının əlindən bu ərazilər çıxandan sonra isə Avstriya-Macaristan imperiyasının əlinə keçdi. Avstriya-Macaristan imperiyası isə at yarışlarını tamamən ləğv edir və bu əraziləri musiqi pavilyonu kimi istifadə edirlər. Şəhriyar, gəl buranı da göstərək. Deməli, bura nədir? Əbədi Alov adlanır. Bunun tarixi əhəmiyyəti var. 1945-ci ildə 2-ci Dünya müharibəsi bitir.
həmin müharibədə dünyasını dəyişənlərin belə deyək xatirəsinə bu abidə, yəni əbədi məşəl, əbədi alov qoyulur və 1945-ci ildən bəri bu məşəl söndürülməyib. Ən maraqlı tərəf isə 1990-cı illərdən başlayır. Bosniya müharibə şəraitində idi. Şəhərə qaz, su, işıqla bağlı böyük çətinliklər yaşadılar və Bosniya xalqı heç bir şəkildə müharibə vaxtı belə bu əbədi məşəlin sönməyinə icazə verməyib. Əgər sönübsə, deməli təmir üçün bağlanıb bu səbəbdən sönüb. Çəkdiyinin qaqaş, gedək 3-cü dəfə paftor çəkirik. Demək olar, %90'ını gəzdik şəhər mərkəzində olanları. Axşam çağı bildiyiniz kimi futbol var. Dostlarımızla gedib baxmalıyıq, əgər imkan olsa, şərait olsa təbii ki. Alman dostlarımız var. Allah belanızı versin. Axşam gərgin mübarizə, gərgin futbol, maraqlı anlar bizi gözləyir. 2 nəfərlik bir otaqda dostlar. Belə göstərim. Okay. Nizam buradadır. Otaqdan çıxırsınız. Bura tualetdir. Bura aynadır. Çölə çıxırıq. Bu da geyimimiz. Yuxarı mərtəbələrdə 2, 2, 4, orada da 4, 4, 8, 16 nəfər qalır. Toplamda 3 gün üçün bura 60 euro pul ödəmişik 3 nəfərə. Bura bizim mətbəximizdir. İçində dostumuz yemək pişirir. Bu bizim fransız dostumuzdur. Bu da bizim qaldığımız hosteldən şəhərə açılan mənzərədir. Belə, hostel Babito. Qonaqpərvərlik cəhətdən dostlar, buranın sahibləri heç qonaqpərvər deyil. Yaxşı tərəfi sadəcə parkinginin olmasıdır. Bu isə arxa hissə parkingdir. Pis tərəfi isə yəni qonaqpərvər deyirlər. İçki içməyə icazə vermirlər. Saat 12-də deməli heç kim qala bilməz. Hamı öz otağına getməlidir. Hamı da yatmalıdır. Akşam oldu, artıq şəhərə düşməyin vaxtıdır. Bir yerdə sevinmiş olacaq. Nəyə gülürsünüz? Nə olub, nəyə gülürsünüz ki? Hello, I'm Finja. Finja, okay? Salam. Aleyküm salam. Alaikum salam, I'm Lotti. Lotti, bu lotudur. Ha, sen kim idin? Hello, I'm Annika. Annika. Bosnia, ja. Hoş, gelmişiz. Burada sağa tuza qalır onlar. Nizam deyir ki, Kanada buranda sevinmeyin. Kanada, Bosnia, Herzegovina. Bosnia. 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 Kanada, Bosnia. 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 Bosniya. Bosnia. Qaqa pivə içməyə gəlmişəm mən. Deməli burada danışanda biz Türk dostlarımızı tapdıq. Dün gəldik ya. Türk abiler buradadır. İki devlet tek millet. Abi nasıl gidiyor? Çok güzel. Burası herkese tavsiye ederim. Bence özellikle Monster'ı vesaire tarihi yerler görmeleri lazım. İlk defa mı geliyorsunuz? İlk benim gelişim. Evet, ilk defa. Bazı şeyleri kaçırdık ama bilmirik neydi. Deyəsən kol olacaq da. Azərbaycan dilində anlayırsınız. Biraz size konuşurken anlıyoruz yani. Sorun yok bizim için. İndi məni anlayırsınız. Anlıyoruz. Biz təzə gəlmişik. İkinci günümüzdür. Yani bizim de üçüncü günümüz zaten. Yeni geldik, ikinci günümüz. Yani biz de üçüncü gündeyiz zaten. Çok şey değil. Burası yaxşı. Almanlar gəldi, ərəslər özü sok alıblar. İndi normal olaraq təşrif edir ki, istəyirsiniz dadına baxa bilərsiniz də. Bu qaqaşa nə alırsan atqaz yoxdur. Hər şeyi götürür. Nə yemək yeyirsən, yeyənlə yeyir. Sənlə içir. Zat eləyənlə də zat eləyir. Araba geliyor. Dostlar, deməli hesab 1-1 bitdi. Keşke Bosniya qazanaydı. Hər şey əladır. My brother. I love you brother. I love you.
Ya bunların avlaması tamam başka cürdü dostlar. Bunların eğlence stili tamamen başka cürdü. Adam burada necə deyim, hem gelip bu oyuna baktığı için hem bunlarla bir yerde olduğu için çok hoşbəxtlik. Sağ olun uşaqlar. Harda Mostar'da görüşəcək düzdür? Bəli. Mostar'a qədər sağ olun, salamat qalın.